Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Hal-hazırda içərisində olduğumuz məkan İstanbulda Süleymaniye Cami olaraq bilinen bu Süleymaniye Məscididir. Bu məscid klassik Osmanlı memarisində inşa olunmuşdur. Bu üslubda inşa olunmuş digər məscidlərlə müqayisədə öz gözəlliyi ilə, ehtişamı ilə və qüvvəti ilə bilinir. Çünki bildiyimiz üzrə İstanbul bu qədər zəlzələ görməsinə baxmayaraq hər hansı bir şəkildə bu məscid bir zərər görməmişdir. Bu cür məscidlərdə olmağın müsəlmanlara qatdığı bir çox şey var. Yəni mən dəfələrlə bu yerdə olsam belə, buralarda olsam belə, hər zaman İstanbula gəldiyimdə burada olmağa çalışıram, burada namaz qılmağa, dua etməyə çalışıram. Biz izzətli bir ümmətin övladlarıyıq. Bizim ümmət olaraq izzətli bir keçmişimiz var. Hal-hazırda ümmət-i Muhammed olaraq həqiqətən çox çətin bir dönəmdən keçirik, çox çətinliklər içərisindəyik. Ümmətin torpaqlarının işğalı, ümmətin torpaqlarında yaşayan insanların zehinlərinin işğalı və qərb mədəniyyətinin bütün yönlərlə həyatımızı işğalı ilə qarşı-qarşıyayıq. Amma bu cür tariximizi yansıdan yerləri ziyarət etdiyimiz zaman, müsəlmanların güclü olduğu, izzətli olduğu dönəmləri yansıdan bu cür abidələri, məscidləri ziyarət etdiyimiz zaman həqiqətən də necə izzətli ümmətin övladları olduğumuzu görmüş oluruq, düşünmüş oluruq. Bu baxıma bu cür məscidlərdə olmağı, bu cür yerlərdə ibadət etməyi imkanı olan müsəlmanlara tövsiyə edirəm. Yəni imkanı olan müsəlmanlar özləri də, ailələri də davamlı bu yerləri ziyarət etsinlər. Yəni təbii ki, tək buranı yox, müsəlman coğrafiyasında olan digər yerlərdə, həmçinin öz ölkəmizdəki İslamın izzətli keçmişini yansıdan bu yerləri ziyarət etsinlər. Digər tərəfdən burada diqqətimi çəkən ayrı bir nöqtə də bu yerlər bildiyiniz üzrə davamlı turistlərin gəldiyi, ziyarət etdiyi yerlərdir. Yəni qeyri-müslim turistlərin, müsəlman olmayan turistlərin də çox gəldiyi yerlərdir. Və burada onlar gəlib bu yerləri ziyarət etdiyi zaman müsəlmanların memarlıq anlayışını, müsəlmanların incəsənət anlayışını, müsəlmanların izzətini, gücünü də görmüş olurlar və müsəlman olduqlarını da biz eşidirik. Və burada fərqli ölkələrdən gələn insanlara öz dillərində və ya anlaya biləcəkləri dillərdə Quran-ı Kərimlər və digər dini ədəbiyyatın da paylandığını görürük. Yəni bu da bizim tərəfimizdən baxdıqda sevindiricidir. Bu baxımdan gücümüz yetdiyi qədər, imkanımız yetdiyi qədər öz ölkəmiz daxil digər bölgələrdəki müsəlman coğrafiyasındakı bu abidələri ziyarət etməyə çalışaq. Ailələrimizlə, övladlarımızla buralarda olmaq həqiqətən də biz müsəlmanların içərisində olduğumuz zillət dönəmində yaşadığımız bu əziklikdən çıxmağımıza, yenidən çalışmağa, yenidən güclənməyə, yenidən insanları Allaha çağırmağa, yenidən insanların qəlblərini fəth etməyə çalışmağa və yenidən izzətlənməyə səbəbdir. Uca Allah ümmət-i Muhammedi hal-hazırda içərisində olduğu zəiflik dönəmindən, zillət dönəmindən çıxarsın. Allah Teala əziyyət görən bütün müsəlmanlara yardım etsin. Allah Teala müsəlmanların yaşadığı torpaqların hamısında zülmü ortadan qaldırsın və müsəlmanları əvvəlki izzətinə qaytarsın. Elhamdülillahi Rabbil alemin.